Hüseyin bizim yolumuzda tikə-tikə doğranıb. Hüseynin balaları qamçılanıb ki, biz nəhayət hiss eləyək ki, Allah bizi sevir. Hüseyin bizi sevir. Hüseynin 6 aylıq körpəsi oxlanıb ki, Allahın sevgisini bizə sübut eləsin. Ona görə qiyamət günü deyir, Allah İmam Hüseyni gətirib göstərəcək ki, hər şeyə cavabım var, buna nə deyirsən? Başlar aşağı düşəcək, xəcalətdən. Buna nə deyirsən? Yanıb qarşısında, başı bədənindən diridir ayrılıb. Bunu mən çöldən tapmamışdım, mənim əzizim idi. Bu Peyğəmbərin ürəyinin parçası idi. Bu mənim əzizim idi, bunun alnına daş vurulmaq yox, ayağına tikan batmağına razı olmazdı. Sənə görə elədik bunu. Allahla əl-ələ verdilər ikisi. Bu sevginin şiddətini göstərmək üçün. Bunlar sənə görə idi. Salma belə dilə həsrət odun ey yarım. Yatma belə dur bu xərabədə sən gözəlim ey canım.